Nitq problemlərindəki miflər. Dayısı da 5 yaşında danışmışdı. Öz-özünə düzələcək, sən hələ ki gözlə. Mənim çox yaxşı tanıdığım bir həkim var. Onun reseptini eləsən mütləq şəkildə düzələcək. Apar bu dərmanları ver, mütləq düzələcək bu dərmanlarla. Bildirçin yumurtası ver, düzələcək. Bağçaya apar, bağçada mütləq şəkildə düzələcək. Əziz valideynlər, bunların hamısı miflərdir. Əgər ki sizin uşağınızda hər hansı bir nitq problemi varsa, artıq biz onunla ilk öncə göz kontaktını düzəltməliyik. Göz kontaktı yoxdursa, göz kontaktını düzəltməliyik. Yox, əgər göz kontaktı varsa, onun oturmasını düzəltməliyik. Oturması varsa, biz onun artıq bizə anlayıb anlamadığına baxmalıyıq. Anlama, qavrama yoxdursa, ilk öncə onu düzəltməliyik. Yəni, biz nitq sadəcə görünən tərəfdir. Görünməyən tərəfləri də var bu problemlərin. İlk öncə görünməyən tərəflərini düzəldib, ondan sonra biz nitqə başlamalıyıq. Əgər ki, sizin də övladınızda bu kimi problemlər varsa, mütləq şəkildə mən deyən xüsusiyyətləri nəzərə alın və əgər siz özünüz bu problemləri aradan qaldıra bilmirsinizsə, hər hansı bir mütəxəssisdən dəstək almağı unutmayın. Unutmayın, siz bu problemləri ört-basdır etdikcə, bu problemləri ertələdikcə sizin övladınızın ömründən və onun gələcəkdə formalaşan inkişafından gedir.